Birləşmiş Ştatlar prezidenti Donald Trump Nobel sülh mükafatının Venezueladan olan siyasətçi və ictimai xadim Maria Corina Machado'ya verilməsinə münasibət bildirib. O, milyonlarla insanın həyatını xilas etdiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib. Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən 2025-ci il Nobel sülh mükafatının Venezueladan olan siyasətçi və ictimai xadim Maria Corina Machado'ya verilməsi ilə bağlı münasibətini bildirən Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump qeyd edib ki, o, Hindistan və Pakistan, Kongo və Ruanda Respublikası arasındakı münaqişələrdə daxil olmaqla 7, o cümlədən alovlanmaq üzrə olan 2, 30 ildən çox davam edən digər 5 müharibəyə son qoyub. 2 gün əvvəl Həmas və İsrail arasında elan edilən ateşkəs rejimi də daxil olmaqla bu sayın 8-ə çatdığını deyən Donald Trump bildirib ki, Maria Machado artıq ona zəng edib və mükafatı onun şərəfinə qəbul etdiyini bildirib. O mənə zəng edib dedi ki, bunu sizin şərəfinizə qəbul edirəm, çünki siz həqiqətən də buna layiqsiniz. Bu çox gözəl davranışdır. Mən ona demədim ki, mənə ver. Düşünürəm ki, o bunu mənə verə də bilərdi. O çox mehriban idi. Mən ona hər zaman kömək etmişəm. Onların orada Venezuelada köməyə ehtiyacları var. Qeyd edək ki, Maria Corina Machado da özünün X hesabında etdiyi paylaşımında demokratiya uğrunda mübarizəsində dəstəyə görə Amerika Birləşmiş Ştatları prezidentinə təşəkkür edib. Mən bu mükafatı Venezuelanın əziyyət çəkən xalqına və bizim işimizə verdiyi qətiyyətli dəstəyə görə prezident Trumpa həsr edirəm, deyə Machado paylaşımında yazıb. Rövşən Əliyev, Space xəbər.